Mən əslində deyə bilməzdim ki, belə qabaq hansısa nəticə olub, indi də yoxdur. Əslində həmişə eyni nəticələr bizdə heç vaxt olmayıb. Ümumiyyətlə nə çatışmır sənə görə millimizdə ki, daha belə öz səviyyəmizdə olan yığmalardan daha yaxşı oynaya bilək? Oyunçuların motivasiyası aşağıdır. Çünki eyni şey, onlar da eyni, bizlə eyni səviyyədə millilərdir. Onlar da bəzən biz də onları udurduq, onlar da biz udur. Çünki belə deyə bilmərəm də biz həmişə Belarus uduzuruq, amma eyni səviyyədə komandayıq. Belə şey deyil. Biz də onları uduruq, onlar da bizi. Çünki eyni səviyyədəyik. Gələcək o birisi top klub millilərə qarşı orada biraz bizə çətindir. Çünki onların keyfiyyət, onların futbolçular Avropada top klublarda oynayır. Götürək İşveçyanı, biz oynadığımız İşveçya. Bütün komanda top klublarına utduq bir dəfə. O da bir dəfə olur. Avstriyada başqaları da belə komanda millilərlə qarşı çox çətindir oynamaq. Çünki onlar o tempə hazırdır, biz o tempə hazır deyilik. Biz çempionatımız baxsaq temp çox aşağıdır. Onlarda templər çox yüksək səviyyədədir.